Buraxılışımız davam edir. Ölkəmizdə yol nəqliyyat infrastrukturu yenidən qurulur. Sərnişin daşımasının keyfiyyəti yüksəldilir. Bu arada Sumqayıt şəhərinə müasir standartlara cavab verən iri tutumlu avtobuslar gətirilib. Avtomobil yolları üzərində müasir dayanacaqlar da quraşdırılır. Prezident İlham Əliyevin Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında imzaladığı fərmana uyğun olaraq yaradılan Sumqayıt Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyəti sərnişin daşımanı müasir standartlara uyğunlaşdırır. 2017-ci ilin ilk günlərindən Sumqayıta 26 yeni avtobus gətirilib. Avtobuslar ilkin mərhələdə 5 sayılı marşrut xəttinə buraxılıb. Yanvarın 13-dən isə mərhələli şəkildə digər marşrut xətlərində də istifadə olunacaq. Avro 5 və Avro 6 standartlarına cavab verən müasir avtobuslar əvvəlkilərdən geniş salonu, rahat oturacaqları və müasir texniki təchizatı ilə fərqlənir. Əvvəl darıskal idi, oturacaqları az idi, salon balaca idi. İndi maşallah yaxşıdır, rahatlıqdır. Avtobusun özü də səliqəlidir, təmizdir, rahatlıqdır bir sözlə. Hər tərəfdən yaxşıdır. Keyfiyyətlidir, nə bilim necə deyim sizə, rahatdır, yekədir. Razıyıq, çox razıyıq. İstidir, səliqəli, səhmanlıdır, genişdir. Yəni əsas da səhər-səhər iş vaxtı, iş dövründə rahat minib gedib gəlmək olur. Hər şey yaxşıdır. Şoferlər yaxşı xidmət edirlər, sürücülər çox qəşəng, istidir, hər şey yaxşıdır. Sərnişinlər də rahatdır, biz də rahatıq. Yəni komfort maşınlardır, Euro 5 maşınlardır, maşınlara söz yox. 27 oturacaqlı avtobuslarda əlillər üçün yer və onların rahat minib düşmələrindən ötürü xüsusi qrupu yerləşdirilib. Köhnə avtobuslardan özəlliyi ondan ibarətdir ki, iri tutumludur. İçərisində 8 dənə kamera hal-hazırda fəaliyyət göstərir. Günü-gündən müasirləşən, abadlaşan Sumqayıta belə avtobuslar mən elə başa düşürəm ki, yaraşır və gələcəkdə də həmin avtobusların artırılması, çoxalması nəzərdə tutulmuşdur. Sumqayıt şəhərində ümumilikdə 33 marşrut xətti mövcuddur. Yaxın gələcəkdə bu xəttlər üzrə 150 yeni avtobusun gətirilməsi planlaşdırılır. Müvafiq ərazilərdə müasir tipli dayanacaqların quraşdırılması da görüləcək işlər siyasındadır. Onlardan 25-i artıq quraşdırılıb. Samir Urmanoğlu, Rövşən Ağalarov, Natəvan Babayeva, xəbərlər.